Salam əziz izləyicilər, məni təbrik eləyin. Əvvəlki videolarımda fındıqda yarpaq bükülməsi adı altında göstərmişəm sizə bu ağacı, fındıq ağacıdır. Və o yarpaq bükülməsindən yaxamı qurtara bildim. Amma eşitmədiyim, görmədiyim bir halla qarşılaşdım. Bu üzümün xəstəliyi hansına ki ruslar muçnistaya rasa, oidium deyirlər. O xəstəliyi indi mən bu təzə sağaltdığım fındıq ağacında aşkarladım. Bu adamı lap dilxor eləyir belə şeylər. Göbələk xəstəliyidir. Bütün əlamətlərinə görə oidiumdur. Hansına ki mən küllücə xəstəliyi adı qoymuşam. O küllücə xəstəliyi indi fındıq ağacının gənc, cavan yarpaqlarında gəlib özünü yerləşdirib buralara. Və fındıqda belə xəstəliyin olması nadir hadisə olmalıdır mənim anlamımda. Bəs bunu necə müalicə eləmək olar? Üzümdə bilirik ki, kalloid kükürt vurulur. Bunu da o vurulmalıdır. Bu da köbələkdir, eyni köbələkdir də. Nə fərqi var? Üzüm ya fındıq. Kalloid kükürt vurmaq lazımdır. Amma əvvəlcə bu yarpaqları dərib atın bəri başdan. Sonra vurun. Özü də dərib atmaq deyəndə ki, bunları dərib tonqala atmaq lazımdır. Bağa yayılmasın. Burada qaldıqca bağ üçün təhlükədir, digər bitkilərə keçəcək, o sözsüz, söhbətsiz mütləqdir. Mütləqdir bağa keçməyi, digər bitkilərə mütləq yandırmaq lazımdır onu. Üzümlərimdə yoxdur. Üzümə 2 dəfə göydaş vurmuşam. Bir payız dərmanlaması, bir yaz dərmanlaması eləmişim. Göydaş, yəni bardos məhlulu deyək, daha düzgün. Onlar göydaşla əhəngin qarışığı. Bunda da ləkələr var, solğun ləkələr. Nə ilə nəticələnəcək bilmirəm onu. Bəlkə də o xəstəlik deyil, nəysə hansısa elementin çatışmamazlığıdır. Bəlkə də xəstəliyin ilkin fazasıdır. Topaz filan belə dərmanlar var. Göbələk xəstəliklərinə qarşı çoxlu dərmanlar var. Burada rəy bölümündə yazaram bir neçəsinin adını. Yəni o fındığa düşən xəstəliyə görə, küllücə xəstəliyinə görə. Amma xoruzla, skorla müalicə olunur bir çox xəstəliklər, göbələk xəstəlikləri. Baxaq görək. Mən elə bilirdim təqaüdə çıxandan sonra başımı qatmağa iş tapmayacam, məşğuliyyət tapmayacam. Çox böyük səhv eləmişəm. Bağı olan adamın vaxtı olar ki, heç başı açılır ki, nə qədər bu bağa qulluq vaxt alır adamlar.
bağınızı xəstəliklərdən bazardan ştil almayın. Ya tərəvəz olsun, ya meyvə ağacı olsun. Qəti ştil almayın bazardan. Mən gəzmişəm bu Abşeronda ştillər satılan yeri. Hələ o vaxt təqaüdə çıxmamış vaxtım idi. Gəzirdim işimlə əlaqədar. Görürdüm. Hamısında o ştil satılan məntəqələr var da. Hamısında nəsə bir xəstəliyi mütləq aşkar eləyirdim o ştillərin üstündə. Baxmır da bizim müvafiq qurum var. Baxmalıdır sanitar nəzarət komitəsidir, nədir bilmirəm. Nəzarət olunmalıdır o satış yerlərdəki o xəstəlikləri yaymasınlar. Bir dəfə də pomidor, xiyar ştili almaq üçün 8-ci kilometr bazarına getmişəm. Lupa ilə getdim. Baxıram satılan ştillərə. Hamısında xəstəlik var idi. Hamısında. Başqa videomda da bunu qeyd eləmişəm. Tək bir dənə bizim cənub regionumuzdan gələn, gətirilmiş ştillər var idi. Tək orada heç nə görə bilmədim. Yəni, və ondan da ştil aldım. Bu olub bir 3-4 il qabaq. Məsləhət deyil, ştilləri də özünüz yetişdirin. Ağacı da biz çərtək deyirik, tum da deyirlər. Çərtəyini gətirib əkirsiniz bağınızda. Böyüyür. Bir müddətdən sonra əgər gərəkirsə calaq vurmaqla istədiyiniz sortu ona əlavə eləyə bilərsiniz. Almayın bazardan. Torpağımı mənim o bazardan alınma ştillər məhv elədi. İndi görürsünüz də aradan bir həftə keçib təzə sağaltmışdım o nədir, fındığı. İndi bir də başqa bir xəstəlik tutub. Sağ olun, sağlıqla qalın. Mütləq o yorumlara da baxın da o bölümündə aşağıda bəzən yadımdan çıxanı orada düzəliş eləyirəm. Ona da baxmağı unutmayın. Hələlik sağ olun.